Fitrə zəkatı ödənilir. Bəli. Fitr bayramının, yəni Ramazan bayramının axşamı, bayramdan öncə, birinci gün. Yəni bayrama keçən gün gecə. Həmin gecə fitrə zəkatı ayrılır. Fitrə zəkatının məbləği 3 kiloqram arpa, buğda, kişmiş, un, düyü, xurma və s. bu ərzaq növlərinin dəyəri qədərdir. Yəni, ya bu ərzaq növlərinin özündən ayrılmalıdır, yaxud da onun məbləğində digər bir şeylər. Hətta pulla da bunu ödəmək olar. Və ailə sahibi. Üzvlərinin hər birinin adından. Yəni, məsələn, 5 ailə üzv varsa, hər birinin adından. Qafqaz Müsəlmanları İdarəsi yadımda qaldığı qədər 10-15 manat müəyyən edib, yəni bunu orta rəqəmlə. Amma insanlar bunu bazar qiymətləri ilə tənzimləyə də bilər və əslində bunu yoxsul insanlara çatdırmaq lazımdır. O insanlar ki, öz gündəlik ehtiyaclarını ödəyə bilmir, onlar fitrə zəkatı ödəməməlidirlər və biz yardım edərkən həmin o ehtiyaclara bunun məhz fitrə zəkatı olduğunu deməyə borclu deyilik. Bayram süfrəsinə qədər, yəni bayram axşamı, artıq bayramın olduğu məlum oldusa, gecə ərzində biz onu ödəsək yaxşıdır. Ən gec vaxtı bayram namazına qədərdir və onda da çatdırmasaq gün ərzində.